Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. İyul ayı üçün sizləri hər birinizə aid olan bürcülərlə sizlərlə paylaşım etmək istəyirəm. Səhifəyə abunə olmağı, paylaşım etməyi, bəyənməyi, amin deməyi unutmayın. İyul ayı üçün xərçəng bürcüləri Allahın izni ilə, rızası ilə xərçəng bürcülərinə də çox gözəl günlər nəsib edəcək. Boğa bürcləri kimi uğurlu və gözəl günlər hər bir bürc altında olanlara inşallah nəsibi olsun. Əziz xərçəng bürcü, il ayı üçün sizin ilkin həftəsində verəcəyiniz nəzirləriniz, bədəlləriniz var. İyul ayının ilkin həftəsində uğursuzluğunuz, göz yaşınız, ailələrinizdə güclü münaqişəniz və əzizlərinizdən itirəcəkləriniz olacaq. Çalışın, kiminsə arxasından keşke sözünü deməyəsiniz. İlkin həftənin ikinci yarısından sizə çox uğurlu, gözəl günlər, ən gözəl günlərdən nəsibdir. Çoxdan gözlədiyiniz böyük miqdarda pul, istədiyiniz, arzuladığınız ev, maşın və yaxud da ki, hansısa biznes üzərində güclü bir uğurunuz var. Həmçinin siz də iş yoldaşlarınızdan, yaxınlarınızdan, bəzi yaxınlarınızdan nəzərdə tuturam. Ehtiyatlı olun, çünki nəfsləri, gözləri sizin üzərinizdədir. Karma sizin üzərinizdə bu iyul ayında o qədər güclüdür ki, yəni kimsə cadu etmək istəsə də edə bilməyəcək, özünə qaydacaq. Çalışın, başqa dinləyicilər də xərçəng bürcündən olan insan üçün heç bir şeytani əmələ getməyin. Çünki bu ayda Allahın nəzərləri, mələkləri xərçəng bürclərinin üzərindədir. Uzaq yollara səyahətləri üçün ən uğurludur. Yeni iş müqavilələri, yeni işlə əlaqədar gözəl sevincli günləri var, vəzifədə qalxmaları var. Subaylar üçün yeni tanışlıqlar, evliliklər var. Çoxdan həsrətində, uzun illər həsrətində, evlad həsrətində olanlar üçün evlad sahibi ola biləcəklər. Əməliyyatı olanlar üçün bu iyul ayında əməliyyata geçsinlər ki, çünki Allahın izni ilə uğurlu və sağ-salamat əməliyyatdan çıxacaq və kimin üzərində təmizliyi yoxdursa, şeytani əməli varsa, işlərində uğursuzluq varsa, bu ayda özlərini təmizlətdirsinlər və kod qoydursunlar. Ən gözəl günlərimiz 19-u, 21-i, 8-i, 7-si, 5-idir. O ən uğursuz günlərimiz 3-ü, 6-sıdır. Və bu günlər üçün ehtiyatlı olun, qəzalardan, uzaq yola çıxmadan, bina altlarından. Hərçənd ki, Azərbaycanımızın üzərində hər hansısa bir təbii fəlakət hansısa bölgədə var. Allahın izni ilə Allah bunu dəf edəcək. İnşallah xeyirlisi ilə hər bir bürclərə, xərçəng və boğa bürclərinin bu ayında olduğu gözəl günlərindən arzu edirəm. İyul ayı üçün şir bürcləri, Allahın izni ilə, rızası ilə şir bürcləri üçün də uğurlu, gözəl günlər nəsib edəcək. İnşallah hər bir bürcü altında doğulanlara Allah gözəl günlər və sevinç nəsib etsin. Amin. Əziz şir bürcləri, Allahın işinə heç kimsə müdaxilə edə bilməz. İnşallah mənim gördüyüm yanlış olar. Şir bürclərinin iyul ayının ilkin həftəsindən uğursuz günləri başlayır. Çünki nəyə görə? İyul ayında bəzi ailələrdə münaqişələr güclənəcək, boşanmalar olacaq. Ailələrdə, sevgilərdə bir-birindən uzaqlaşma, dacı valideynlərindən incimə, qırılma kimi halları olacaq. Çünki dostlarının xəyanətinə səbəb olacaqlar. Ən yaxın bildiyi, illərlə dost bildiyi insanların onlara
qarşı güclü udarı və xəyanəti olacaq. Bəzi sevgili bürclərdə xəyanət, istər qadın, istər kişilərdə xəyanət görəcəklər və ayrılıqlarda, uzaq yol getmələrində olacaq. Əziz şir bürcləri, valideynlər, imtahan verən evladlarınızdan ehtiyatlı olun, çünki onların arxasında mələklər durur. Əgər imtahandan keçə bilməyən bəzi tələbəlik olacaq uşaqlarında ehtiyatçısında olun və unutmayın ki, Rəbbim hər zaman üzərinizdədir. Allahımızın mələkləri, hər bir qoruyucu mələyi yanımızdadır. Bəzi şir bürclərində yüksəliş olacaq, uğur olacaq dövlət məmurlarında. Bəzi şir bürclərində ilkin şir bürcü altında doğulan, ilkin başlanğıc vaxtında doğulan şir bürclərində ailə həyatları, yeni ailə həyatları görsənir. Bəzilərində kredit pullarının birdən-birə ödənilməsi gözlənilir. Ən uğurlu gününüz sizin də 19-udur, ən uğursuz gününüz 8-i və 5-idir. İyul ayı üçün qız bürcləri, inşallah ümid edirəm, Allahın izni ilə qız bürcləri üçün də uğurlu, gözəl günlər nəsib edər. Əziz qız bürcləri, iyul ayında sizi yüksək uğurlar gözləyir. İlkin həftəsində çətinliklərimiz olacaq, puldan və bəzi şeylərdən çətinliklərimiz olacaq. İlkin həftənin yarısından, sonundan başlayaraq 3 həftənin sizdə çox uğurlu, gözəl günlər, ruzu bərəkətli, tam səmimi tanışlıqlar sizi gözləyir. Biraz egonuzu saxlayın. Küslü olduğunuz insanlarla barışın, çalışın ki, kiməsə qarşı hər hansısa bir xəyanət etməyin. Gözəl günlərimizdən istifadə edərək kiməsə qarşı ego göstərməyin. Əziz qız bürcləri, bəlkə də bu 12 ayın içərisində ən uğurlu, ən gözəl günlərimiz sizin olacaq iyul ayı üçün. Gözəl tanışlıqlarımız, yüksək vəzifə sahibləri olmaq, müqavilələrə imza atmaq, heç vaxtı olmadığınız bir ölkəyə, bir şəhərə getmək, gəzmək, istirahət etmək, yeni insanlarda, sevgililərdə, uzun zaman küslü olan sevgililərdə gözlənilmədən barışıq olacaq. Uzun zaman bir-birinə qarşı nifrət edən insanlar, ani bir barışıqlıqları olacaq. İlkin başlanğıc həftəsindən sizə qarşı hər hansısa bir şər, böhtan gözlənilir. Bu günlərdən özünüzü qoruyun. Ev almaq üçün, maşın almaq üçün, ən uğurlu torpaq almaq üçün ən uğurlu ayınızdır. Amma çalışın, sadəlövhlük etməyin ki, sizi bu işlərdə aldatmasınlar. Ən uğurlu gününüz ayın 8-idir. Həftənin isə 4-cü günü. Bu baxdığım bürclərin içində ilk qız bürcüdür ki, həftəsini də göstərdi. Uğurlu və şanslı günləriniz bol olsun. Amin.